Xeyirxah Fort bu düğündə şəhid ailəsində. Şəhidimiz Nahid Üzeyroğlu'nun Mövlud günündə. Qubadlı Pələngi Fərhad kişi də bu gün özünə borc bilib şəhidimizin ocağında olmaq. Buyur, bir kəlmə deyə girək içəri. Bugün şəhid balamızın Mövlud günüdür. Burada iştirak eləməyə gəlmişik. Bütün şəhidlərimiz Allah'tan rəhmət diləyirəm və bu balamızı Allah rəhmət eləsin. Sağ ol. Var olun. Yok ben Buyur ağam. Bugünleri şehidimizin Mevlud günüdür. Allah üzerine can sağ olasın. sağ olun. Allah rəhmət eləsin. Həmişə fəxrlə, qürurla anıb başımızda da haqq olunur. Elə şəhid qardaşlarımız. Allah analara, bacılara, qardaşlara kömək olsun. Allah sağ olsun. Ağam, gələn ayaqlarım var olsun. Sağ ol. Bugün vətən uğrunda canından keçib təki vətən sağ olsun deyən Nahid qardaşımız ocağındayıq. Bugün torpaqlar üzərində gəzir isə torpaq altında yatan qəhrəman şəhidlərə borcluyuq. O şəhidlərdir ki, arzuların yarımçı qoyub təki vətən sağ olsun dedilər. Əlbəttə, torpaq üzərində biz gəziriksə, torpaq altında yatan şəhidlərimizin məzarların, ocaqların ziyarət etmək də bizlərin borcudur. Bugün Nahid öz arzuların yarımçı qoydu. Təki vətən sağ olsun dedi. İstərdim ağam, ilk sözü sizdən götürək. Buyur. Allah Nahid qardaşımıza rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları ucadır. Quranın dediyinə görə. Onlar diridirlər. Allah onların uca məqamlarını daha da uca eləsin. Allah valideynlərinə səbir və əcr versin. Bəli olduğu kimi, bəli, onlar bizləri qorudular, vətənimizi, torpağımızı qorudular. Və başqa cavanlar üçün, başqa nəsillər üçün də nümunə və örnək oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sənin də köməyin olsun. Yəni bu işdə xidmətin var, çəkirsən, yaddaşlarda saxlayırsan, Allah səndən də razı olsun. Çox sağ olun, təşəkkür.